Salam, mən tarix müəllimi Bəhruz Baba. Bugünkü mövzumuz ümumi tarixdən Almaniya mövzusudur. Almaniya 2-ci Dünya müharibəsindən sonrakı dövrdə. 1-ci Dünya müharibəsində olduğu kimi 2-ci Dünya müharibəsi də Almaniyanın məğlubiyyəti ilə nəticələnmişdi. 1-ci Dünya müharibəsindən sonra Almaniya öz ərazilərini nəzarətdə saxlasa da, artıq 2-ci Dünya müharibəsi nəticəsində Almaniya ərazisi işğal zonalarına bölünmüşdü. 2-ci Dünya müharibəsi nəticəsində Potsdam konfransının qərarına əsasən Almaniya ərazisində 4 işğal zonası yaradılmışdı. Hansı işğal zonaları idi? ABŞ-ın işğal zonası vardı, SSR-nin işğal zonası vardı, Fransa və Böyük Britaniyanın işğal zonaları vardı. 4 yerə bölünmüşdü. ABŞ, Böyük Britaniya, SSR və Fransa tərəfindən Almaniya ərazisi işğal zonalarına bölünmüşdü. Həmin dövlətlərin razılaşması nəticəsində Sovet və Qərb işğal zonaları arasında vətəndaşların və ticarətin hərəkətinə ciddi nəzarət rejimi həyata keçirilirdi. Bu rejim yalnız Berlin şəhərinə şamil olunmamışdı. Digər hər bir şəhərdə ciddi şəkildə nəzarət vardı. Berlin ətrafında yaranan mübahisələr müttəfiqlər arasında fikir ayrılığına səbəb oldu. Yaranmış qarşıdurma Almaniyanın birləşdirilməsinə mane olurdu. Bunun nəticəsində Böyük Britaniya və Fransa Avropada güclü Almaniyanın yaradılmasını istəmirdi. Lakin Amerika Birləşmiş Ştatları Almaniyanın həddindən artıq zəiflədilməsinin əleyhinə idi. O isə ABŞ isə istəmirdi ki, Avropada Fransa və Böyük Britaniya həddindən artıq güclənsin. Bunun nəticəsində ABŞ-ın təhriki ilə Böyük Britaniya və Fransa Qərb işğal zonasında Almaniya dövlətinin yaradılmasını dəstəklədi. ABŞ və Qərb dövlətləri SSR-nin tabeliyində olan ərazilərdə kommunist ideyalarının öz işğal zonalarında yayılmasından ehtiyat edərək Almaniyanın iqtisadi cəhətdən zəifləməsi planından əl çəkdilər və beləliklə Qərb işğal zonasında İngilis, Amerikan və Fransız işğal zonasında AFR dövləti yaradıldı. Almaniya Federativ Respublikası yaradıldı. Neçənci ildə? 1949-cu ildə. ABŞ və Qərb dövlətlərin AFR-ı yaratmasına cavab olaraq 1949-cu ildə SSR öz işğal zonasında isə ADR yaradıldı. Beləliklə 1949-cu ildə Almaniya faktiki olaraq iki hissəyə parçalandı. AFR və ADR hissəsinə Almaniya Federativ Respublikası və Almaniya Demokratik Respublikası. Beləliklə Almaniya iki dövlətə parçalandı. AFR-ın paytaxtı Bonn şəhəri idi. Konstitusiyaya görə AFR federativ quruluşlu parlament respublikası idi. Prezident məhdud səlahiyyətlərə malik idi. Kansler parlament qarşısında cavabdeh idi. AFR-ın ilk hökumətinə Konrad Adenauer rəhbərlik edir. Adenauer'un rəhbərlik dövrü, kansler dövrü kimi fəaliyyəti 1949-1963-cü illəri əhatə edir. O, AFR-ın ilk federal kansleri idi. Xristiyan Demokratik İttifaqının lideri olmuşdu. Seçkilərdə qalib gəlmişdilər. Konrad Adenauer hökuməti daxili siyasətdə bir sıra uğurlu addımlar atdı. Adenauer'ın dövrü Almaniya tarixində iqtisadi möcüzələr dövrü adlanır. AFR qısa müddətdə sürətli şəkildə inkişaf etməyə başladı. Bu dövrdə AFR-ın inkişaf etməsinin əsas səbəbləri nələrdir? İqtisadiyyata iri kapital qoyuluşunun sürətlənməsi, ABŞ-dan Marshall planı çərçivəsində yardım alması, xaricdən ucuz işçi qüvvəsi və yüksək mütəxəssisli ixtisasların cəlb olunması Almaniyanın inkişafının başlıca səbəbləridir. Həmçinin Almaniyanın inkişaf etməsinin səbəblərindən biri də 2-ci Dünya müharibəsindən sonra hərbi xərclərin olmaması ilə bağlı idi. Demək olar ki, az hərbi xərclər vardı. Həmçinin Almaniyanın inkişaf etməsinin başlıca səbəblərindən biri də elmi-texniki tərəqqinin son nailiyyətlərindən istifadə olunması Almaniya iqtisadiyyatının inkişaf etməsinin başlıca səbəblərindən biridir. Bunun nəticəsində Almaniya iqtisadiyyatı sürətlə inkişaf etdi. Bu dövrü Adenauer dövrü iqtisadi möcüzələr dövrü adlandırırlar. Adenauer hökuməti xarici siyasətdə də bir sıra uğurlu addımlar atmışdı.
Afr ərazisində Adenauerin uğurlu xarici siyasəti nəticəsində işğal rejimi ləğv olundu. Afr NATO-ya üzv qəbul olundu. 1957-ci ildə Avropa İqtisadi Birliyi yaradılmışdı. Avropa İqtisadi Birliyinin yaradılmasında fəal rol oynayan ölkələrdən biridir. Digər fəal rol oynayan ölkə isə Fransa idi. Hər ikisi 20-ci əsrin ikinci yarısında Avropada İqtisadi Birliyin yaradılmasında mühüm rol oynamışdılar. 1960-cı illərin əvvəllərində Afrın iqtisadiyyatında tədricən durğunluq yarandı, iqtisadiyyatı zəifləməyə başladı. Bu isə ölkədə böhrana gətirib, siyasi iqtisadi böhrana gətirib çıxartdı. Bu dövrdə ölkəni siyasi iqtisadi böhrana gətirib çıxardan amillər nələrdir? İnkişafı təmin edən mənbələrin tükənməsi, 1961-ci ildə SSR-nin Berlin hasarını, səddini inşa etməsi. Bu Berlin böhranı da Berlin böhranına səbəb oldu. Adenauer hökuməti böhrana müdaxilə etməkdə acizlik göstərməkdə günahlandırıldı və ölkədə etiraz tətilləri başladı. Çıxışların genişlənməsi Xristian Demokratik İttifaqına, Adenauer hökumətinə ciddi zərbə vurdu. 1963-cü ildə iqtisadi möcüzələrin memarı olan Adenauer istefa verdi. 1969-cu ildə Afrda Willy Brandtın rəhbərliyi altında qalib gəldilər və Willy Brandtın rəhbərliyi altında sosial demokratlar hökumət təşkil etdi. Willy Brandtın kansler kimi fəaliyyəti 1969-1974-cü illəri əhatə edir. Willy Brandt hökuməti ölkədəki narazılıqları aradan qaldırmaq üçün bir sıra tədbirlər gördü. İlk növbədə əmək haqqları və təqaüdləri artırdı. Sahibkarların fəaliyyətinə dövlət nəzarəti gücləndirildi. 1970-ci illərdə Willy Brandt hökuməti xarici siyasətdə SSR ilə gizli danışıqlar apararaq özünün Yeni Şərq siyasətini həyata keçirdi. Willy Brandtın Yeni Şərq siyasətinə nələr aiddir? Willy Brandtın Yeni Şərq siyasəti nəticəsində Şərqi Avropanın müharibədən sonraki sərhədləri tanındı. Afrla Adr arasında dövlətlər arası münasibətlər yaradıldı. Bu da çox mühüm əhəmiyyət kəsb edildi. Qərbi Berlinin statusu haqqında vahid razılığa gəlindi. Afrla Adr arasında dövlətlər arası münasibətlərin yaradılması hər iki dövlətin Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edilməsinə şərait yaradıldı. Bunların gələcəkdə birləşməsində bu hadisə mühüm rol oynadı. Willy Brandt hökumətinin ancaq xarici siyasəti kütləvi narazılığa səbəb oldu. Hökumət SSR kəşfiyyatı ilə gizli əlaqələrin olması iddialarının artması nəticəsində Willy Brandtı hakimiyyətdən uzaqlaşdırdı. Almaniyanın birləşdirilməsinin müəllifi Helmut Kohl'dur. Helmut Kohl'un kanslerliyi dövrü 1983-1990-cı illəri əhatə edir. Almaniya Demokratik Respublikasının ərazisində yaşayan almanlar iqtisadi cəhətdən daha çox inkişaf etmiş, Afrla birləşməyin tərəfdarı idi. Ona görə də bu dövrdə Almaniya Demokratik Respublikasında Adrda xalq hərəkatı baş verdi. 1980-ci illərin sonlarında Afrın kansleri və Xristian Demokratik İttifaqının rəhbəri Helmut Kohl əlverişli beynəlxalq vəziyyətdən istifadə edərək Almaniyanın birləşdirilməsi məqsədi ilə Adrla birbaşa danışıqlara başladı. Helmut Kohl hökuməti Adra iqtisadi cəhətdən kömək etdi. ABŞ, İngiltərə və Fransanın iştirakı ilə Moskvada SSR ilə Almaniyanın taleyi haqqında müzakirələr aparıldı. Bu müzakirələrin sonunda SSR qoşunları Adr ərazisindən çıxarıldı. Adr ərazisindən çıxdı. Almaniyanın parçalanmasının rəmzi olan Berlin səddi 1989-cu ildə dağıdıldı. 1961-ci ildə Berlin səddi, Berlin divarı tikilmişdi. Beləliklə, xalq hərəkatı nəticəsində 1990-cı ildə Adr və Afr könüllü şəkildə birləşdi. Bunun nəticəsində vahid Almaniya dövləti yaradıldı. Vahid Almaniya dövlətinin yaradılması onun iqtisadi inkişafına müsbət təsir göstərdi. Almaniyanın Qərbi Avropanın ərazisinə görə 3-cü, əhalisinin sayına görə isə 1-ci ölkəsi oldu. Almaniya ilk federal kansleri isə Helmut Kohl oldu. Afrda Xristian Demokratik İttifaqının hakimiyyətini sonralar
Angela Merkel ilə davam etdirdi. Angela Merkel uzun müddət 2005-ci ildən 2021-ci ilə qədər Almaniya Federativ Respublikasının kansleri olmuşdu. Almaniya ilə bağlı hadisələrin bir daha xronoloji ardıcılığına baxaq. Almaniya ərazisi 1945-ci ildə Potsdam konferansının qərarına əsasən 4 işğal zonasına bölünmüşdü. 1949-cu ildə AFR-ın konstitusiyası qəbul edilmişdi, AFR yaranmışdı. 1949-63-cü illərdə Almaniya Federativ Respublikasına Konrad Adenauer rəhbərlik etmişdi. 1950-ci illər AFR-ın iqtisadi möcüzələr dövrüdür. Həmçinin 1949-cu ildə AFR-la yanaşı ADR da yaradılmışdı. 1961-ci ildə Berlin səddi çəkilmişdi. 1969-cu ildə Willy Brandt'ın başçılığı altında hökumət təşkil edilmişdi. Willy Brandt hökuməti 1970-ci illərdə özünün yeni şərq siyasəti həyata keçirmişdi. 1983-cü ildə Helmut Kohl AFR kansleri seçilmişdi. 1989-cu ildə Berlin səddi dağıldı. 1990-cı ildə isə ADR-la AFR birləşdi və bunun nəticəsində vahid Almaniya dövləti yaradıldı. Almaniya mövzusu ilə bağlı dərsimiz bu qədər.